125-ci sualda güllə tapançadan 280 metr/saniyə sürətlə çıxır. Güllə lülənin uzunluğunun ilk 1/4-ni qət etdikdə qazandığı sürəti hesablayın deyə bir sualdır. Deməli, burada biz nəyi bilməliyik? Biz bilməliyik ki, güllə tapançanın lüləsindən keçərkən onun başlanğıc sürəti 0-a bərabərdir. Güllə hal-hazırda deyək ki, tapançanın içərisindədir və o sükunət vəziyyətindədir. Yəni lülənin başlanğıcında onun sürətini 0 qəbul edirik və çıxarkən bizə deyir ki, 280 metr/saniyə sürətlə çıxıb buradan. İndi biz bilirik ki, sürətin zamansız düsturu xatırlayırsınızsa v kvadratı bərabərdir v0 kvadratı üstə gəlinsin 2as. Əgər başlanğıc sürət 0-dırsa, onda biz v kvadratı bərabərdir 2as düsturunu, v-ni də burada kök altına salsaq, v bərabərdir kök altında 2as düsturunu istifadə edə bilərik. Bu düstura əsasən biz görürük ki, son sürət, cismin son sürəti onun yer dəyişməsindən kök altında asılıdır. İndi ümumi lülənin uzunluğu müəyyən qədərdir, biz bilmirik nə qədərdir. Məsələn, deyək ki, s qədər olsun. Bizdən sualda 1/4-ni soruşduğuna görə, yəni s-i 4-ə bölməyimiz lazımdır. Əgər biz s-i 4-ə bölürüksə, kök altında olduğuna görə sürəti 2-yə bölməliyik. Yəni yer dəyişmənin 4 dəfə kiçik olduğu hissədə sürət 2 dəfə kiçik olacaq. Ona görə də sürəti, yəni 280 2-yə bölürük. Düzgün cavab olacaq 140 metr/saniyə.